Hamiləliyin detaylı müayinəsi zamanı diqqət edəcəyimiz ən vacib məqamlardan biri də nədir? Uşaqlıq boyunun uzunluğu. 12 həftəliyindən başlayaraq fetal mütəxəssisimiz Elnarə xanım ta 36 həftəyə kimi hər dəfə bizə buyurur, yəni hamiləliyin detaylı müayinəsi haqqında informasiya yazarkən uşaqlıq boyunun uzunluğu haqqında da mütləq məlumat qeyd edir. Hərdən olur ki, orada qısalıq qeyd olunur və yaxud da müayinə zamanı servikal kanalın qısalmasını qeyd edir. Həmən Elnarə xanım mənə xəbərdarlıq edilir və biz müayinəni birlikdə edirik. Çünki bu çox vacibdir. Hamiləliyin normal başa çatması üçün uşaqlıq boyunun uzunluğu vacibdir. Elnarə xanım, bəzən hamilələr elə bilir ki, biz müayinə edərkən ancaq fetalı müayinə edirik də, yəni dölü müayinə edirik. Amma 12 həftədən başlayaraq siz detaylı müayinəsinə aparırsınız uşaqlıq boyunu. Ekstrafetal hissələrdən də biri uşaqlıq boyunudur. Uşaqlıq boyunu 12 həftədən mütləq ölçülməlidir. Çünki bu çox vacib bir ginekoloq üçün çox vacib bir məlumatdır. Yəni vaxtında bu aşkarlanarsa, onun tədavisi də görülər, lazımi tədbirlər də görülərkən bu problemin profilaktikasını aparmaq mümkündür. Təşəkkür edirəm.